5-ci yer Bugatti Mistral 5 milyon dollar. Bugattinin əfsanəvi 16 mühərrikli son Roadster modeli. Maksimal sürət 420 km/dən çox. Avtomobillərin hamısı satışa çıxmamışdan əvvəl satılıb. 4-cü yer Pagani Huayra Codalunga 7 milyon dollar. Çox nadir bir seriya, cəmi 5 ədəd. 60 illər üslubunda uzadılmış kuzov və 840 at gücündə mühərrik. Hər detal əl işi ilə hazırlanıb. 3-cü yer Bugatti Gento DC 9 milyon dollar. Köhnə EB110 modelinin müasir versiyasıdır. Mühərrik 1600 AG 0-dan 100 km/s 2,5 saniyədən az müddətdə çatır. Cəmi 10 ədəd istehsal olunub. 2-ci yer Rolls-Royce Boat Tail 28 milyon dollar. Cəmi 3 müştəri üçün xüsusi hazırlanmış lüks avtomobil. Arxa hissədə əsl piknik baqacı, soyuducu, stol və qab-qacaq. Bu sadəcə maşın deyil, təkərlər üzərində yaxtadır. 1-ci yer Bugatti La Voiture Noire 18,7 milyon dollar. Dünyada yeganə nüsxədir. Nadir klassik tipi 57SC Atlantis modelinə hörmət olaraq yaradılıb. İnanılmaz dizayn və güc onu rəsmi olaraq satılmış ən bahalı avtomobilidir. Final. Bu maşınlardan hansını seçərdin əgər milyonçu olsaydın? Şərhlərdə yaz.